Xəritədə verilmiş dövlətə aid olanları bizdən soruşur. Xəritədə fərqləndirilmiş dövlət gördüyümüz bu dövlətdir. Bunun hansı dövlət olduğunu tapmaq üçün ilk öncə bizim bir neçə istiqamətə və əlamətə fikir verməliyik. Burada Qırmızı dənizi biz görürük, şimal hissəsində Aralıq dənizi görürük. Həmçinin burada bir çay var, Nil çayı var. Avtomatik bizə Misir dövləti olmasını biruzə verir. Baxırıq indi tarixlərə, daha doğrusu variantlara. Dövlətçilik tarixi 3 dövrə bölünür. Bəli, qədim, orta, yeni şahlıq filan. Bunu götürürük biz. İki çevrəsinin ən güclü dövləti idi. Xeyr, iki çevrəsi buradır. Misirin bu iki çevrəsinə Mesopotamiyaya dəxli yoxdur. Ona görə bu variantı çıxırıq. Het padşahlığı ilə mübarizə aparmışdır. Bəli, bu doğru cavabdır. Het padşahlığı harada yerləşir? Onu da qeyd edək. Anadoluda yerləşirdi. Suriyanın şimalı uğrunda Hetlərlə Misirlər savaşmışdılar və nəticədə eramızdan əvvəl 1286-da Kadeş müqaviləsinin imzalanması ilə yekunlaşmışdı. Bu da həmin dövlətə, yəni Misirə aiddir. Eramızdan əvvəl 16-cı əsrlərdən etibarən siyasi qüdrətin zirvəsinə çatmışdır. Bəli, çünki eramızdan əvvəl 16-cı əsrdən etibarən artıq Misirdə yeni şahlıq dövrü, o fironlar ki var, 1-ci Tutmos, 3-cü Tutmos, bunların artıq hakimiyyətə gəlməyə başladığı dövrdə, xüsusən 1-ci Tutmosun. Sarqon tərəfindən vahid halda birləşdirilmişdir. Xeyr, Sarqon Akkadı. Akkadı vahid halda, yəni iki çevrəsini vahid halda birləşdirmiş və Akkad dövlətinin əsasını qoymuşdur. Misrə bir dəxli yoxdur. Cavab olacaq burada 1, 3 və 4-cü bəndlər. Paralel olaraq yanındakı suala baxaq. 16-cı sual. Qədim Misirin yerləşdiyi ərazini xəritədə müəyyən edin. Burada biz Aralıq dənizini görürük. Yadda saxlayaq ki, Misir Aralıq dənizinin cənub hissəsində yerləşir. Amma burada Aralıq dənizinin cənub hissəsində 2 dənə yeri var. Biri var 1, biri var 2. Burada İtaliya ilə, yəni burada gördüyümüz İtaliyanın cənub hissəsində Afrikanın şimal hissəsi ki, təsadüf edir, o Karfagendir. Karfagen. Amma Anadolunun cənub hissəsi, Anadolunun cənub hissəsində Aralıq dənizini keçdikdən sonra çıxacağımız ərazi aradı Misirdir. 3 nömrəli ərazi Yunanistandır. 4 nömrəli ərazini qeyd etdik Anadolu və qədim təbirlə desək Hetlərdir. Növbəti suala baxaq. Fermopil döyüşü nəticəsində Əhəmənilər tutduğu ərazini müəyyən edin. Fermopil döyüşü bildiyimiz kimi eramızdan əvvəl 480-ci ildə baş vermişdi və Yunanlıların məğlubiyyəti ilə bitmişdi. Və nəticədə Əhəmənilər Orta Yunanistanı, Attikanı tutmuşdular. İlk öncə Yunanistanı təyin edək. Gördüyümüz burada Yunanistan və Yunanistan 3 hissədən ibarətdir. Şimali, orta, cənubi. Cənubi Yunanistan 2-dir, Peloponnes. Şimali Yunanistan, Fessali dediyimiz 3-dür. Bir isə orta Yunanistandır, Attikadır. Və Əhəmənilər də Fermopildəki qələbədən sonra həmin o 1 nömrəli ərazini, yəni Attikanı tutmuşdular. Digər ərazilərə baxsaqsa 4 Miletdir. Məsələn, düşsək ki, eramızdan əvvəl 500-cü ildə bu Daraya qarşı üsyan qaldırma filan bu 4-ə aiddir. 5 isə artıq Frakiya biraz da irəli geçsək Makedoniya istiqamətə təsadüf edir. Paralel yandakı sual 17. Eramızdan əvvəl 2-ci minillikdə Misir fironlarının yürüş etdiyi ərazini müəyyən edin. Misir yerləşir burada. Misiri necə tapacağımızı qeyd etdikdə biz Anadoludan cənub istiqamətə doğru enirik, Aralıq dənizini keçirik və çıxacağımız ərazi Misirdir. Misir indi hansı ərazilərə hücum edə bilər? Baxaq ona. Misir bildiyimiz kimi əsasən yaxın şərq ölkələrinə, Aralıq dənizinin şərqində yerləşən ölkələrə. Aralıq dənizini təyin etmişdik onsuz da. Şərqi haradır? Sağ hissəsi. 2 nömrəli ərazi Suriyadır. 4 nömrəli ərazi isə Fələstin. 2, 4 bizim doğru cavabdır. Digər ərazilərə baxsaq 1 Yunanistandır, Misir ora hücum etməyib. 3 İtaliya, Romadır, Misir ora hücum etməyib. 5 Karfagendir, Misir ora hücum etməyib. Düzgün cavab B bəndi olacaq. Növbəti sual, 18-ci sual. Qədim Şumerlərin Mesopotamiyaya hardan köç etdiyini müəyyən edin. Belə bir nəzəriyyə var ki, eramızdan əvvəl 7-6-cı minilliklərdə Şumerlər Mərkəzi Asiyadan köçüb gəlib iki çevrəsində məskunlaşdılar.
İndi xəritələrlə baxaq biz. 3 bu üçbucağa bənzər gördüyümüz yerdə yerləşən 3 Hindistandır. 5 Çindir. 1 Qafqazın şimalıdır. İndiki Rusiya ərazisidir. Oradan da deyil. 4 iki çevrəsinin özüdür. 2 isə Mərkəzi Asiyadır. Ona görə düzgün cavabımız olacaq bizim 2. Paralel yanındakı suala baxaq. Misirlə rəqabət aparmış dövləti xəritədə müəyyən edin. 4 Misirin özüdür. Ona görə bunu çıxırıq. 2 iki çay arasıdır. Buradan görüb buradakı çay Dəclədir. Buradakı çay isə Fəratdır. Fərat və Dəclənin arasındakı ərazi iki çay arasıdır. 3 nömrəli ərazi Azərbaycan ərazisidir. Buna dövrə uyğun olaraq Manna, Atropatena və s. kimi adlandırmaq mümkündür. Bunda çıxırıq. 5 Ərəbistandır. 1 isə Hitlərdir. Misir deməz, Hitlərlə mübarizə aparmışdı. Düzgün cavab 1 A bəndi. On 9-cu suala baxırıq. Böyük Hun dövlətinin hücum etdiyi dövləti xəritədə müəyyən edin. Yəni sağdan sola, daha doğrusu soldan sağa doğru gedək. Bu İran körfəzini görürük. Biz İran körfəzinin yuxarı istiqamətində yerləşən iki çevrəsidir. Bunun dəxli yoxdur. 3 Hindistandır. Hunların Hindistana hücumu yoxdur. Bunu da çıxırıq. 2 zaten Hunların özüdür. Və Hunlar kimə hücum ediblər? Özlərindən cənubda yerləşən Çinə. Yəni cavab burada 5-dir. 5 Çindir artıq. Düzgün cavab Y bəndi olacaq. Paralel yandakı suala baxırıq. Biz xəritəyə əsasən uyğunluğu müəyyən edin. Müxtəlif ərazilər verilib burada. Bu əraziləri təyin edək. Ondan sonra bunların xüsusiyyətini müəyyənləşdirək. 3 Romadır. 1 Yunanlardır. 4 Misirdir. 2 Karfagendir. Baxırıq, eramızdan əvvəl 5-ci əsrdə Aralıq dənizində hakim dövlət olmuşdur. Bu hansına təsadüf edir? Yunanlılara. Çünki eramızdan əvvəl 449-cu ildə Yunan-İran müharibəsi bitdikdən sonra Yunanistan Aralıq dənizində hakim dövlət oldu. Yəni A bəndini aparacaq biz hara? 1-in yanına. Eramızdan əvvəl 2-ci əsrdə Şimali Afrikada ərazi işğal etmişdir. Bu Romaya aiddir. Necə olur bu? Eramızdan əvvəl 146-cı ildə bu müharibəsi bitdikdən sonra Afrikanın şimalında 2 nömrəli ərazi, yəni Karfageni tutmuşdur Roma. Ona görə B gedəcək 3-in yanına. Bu müharibəsində Romaya məğlub olmuşdur. Bunu da əvvəlki bənddə qeyd etdik. Bu Karfagendir, yəni 2 nömrəli ərazidir. O 146-cı ildə Romaya məğlub olmuşdur. C-ni də qoyduq 2-nin yanına. Kadeş müqaviləsinin tərəflərdən biri olmuşdur. Bu da ki, təbii ki, Misirdir. Yəni 1-ə A, 2-yə C, 3-ə B, 4-ə də D bəndi bizim doğru cavab olacaq. Növbəti 22-ci suala baxırıq. Xəritədə əks edilmiş dövlətə aid olanları seçin. Belə bir dövlət fərqləndirilib. Sərhədləri başlayır buradan və gəldi ta ki düz Mərkəzi Asiya, Hindistanın şimal-qərb istiqamətinə doğru, bir də Afrikaya qədər uzandı. Bu hansı dövlət ola bilər? Yəni Balkanlardan başlayan hansı dövlət bu qədər uzanır? Təbii ki, Makedoniyadır. İskəndər İmperiyası, Makedoniya. Baxırıq indi. Peloponnes müharibəsində qalib olmuşdur. Bu Spartaya aiddir. Bunu çıxırıq. Əhəməni dövlətini süquta uğratmışdır. Bəli, eramızdan əvvəl 330-da. Bu doğrudur. Paytaxtlarından biri Babil şəhəri olmuşdur. Doğrudur. İskəndər Babil tutduqdan sonra paytaxtda Babilə köçürdüyü var. Dəniz sahibləri adlandırılırdı. Xeyr, belə bir şey yox. Cavab 2-3-dür burada. B bəndi bizim doğru cavab olacaq.
Xəritədə 24-cü suala baxırıq. Xəritədə əks edilmiş dövlətləri verilmiş anlayışlara uyğunlaşdırın. Deməli, 2 Misirdir, bir də Romadır. Eramızdan əvvəl 5-ci əsrdə Aralıq dənizində hakim dövlət olmuşdur. Bu heç birinə aiddir. Bu kimə aiddir? Yunanlılara aiddir. Çıxırıq bunu. Eramızdan əvvəl 2-ci əsrdə Şimali Afrikada ərazi işğal etmişdir. Bəli, bu Romaya aiddir. Pun müharibəsində Romaya məğlub olmuşdur. Bu heç birinə aiddir. Bu Karfagenə aiddir. Bax, burada yerləşən Karfagenə aiddir. Bunu da çıxırıq. Kadeş müqaviləsi tərəflərdən biri olmuşdur. Bəli, bu Misirə aiddir. 1-ə B, 2-yə də D bəndi bizim doğru cavabımız olacaq. Növbəti və sonuncu suallara baxırıq. Xəritədə əks edilmiş dövlətə aid olanları seç. Burada fikir versəz, dövlətə hansı ərazilər aiddir? Pireney yarımadası aiddir, Apennin aiddir, Balkan aiddir, Anadolunun demək olar ki, tamamı aiddir, Misir aiddir, Afrikanın şimalı aiddir. Bu qədimdə yerləşən hansı dövlət ola bilər? Təbii ki, Roma. Baxırıq. Əhəmənilər dövlətini məğlub etmişdir. Xeyr. Roma ilə Əhəməni toqquşmayıb. Misiri müqavimətsiz tutmuşdur. Misiri tutmuşdur, amma müqavimətsiz yox. Müqavimətlə tutmuşdur. Müqavimət harda olur? Eramızdan əvvəl 31-də Aksiburnun yaxınlığında baş vermiş döyüşdə. Qalib gəldikdən sonra Oktavian Avqust gəlib Misiri tutur. Parfiya ilə mübarizə aparmışdır, bəli. Xüsusən Mark Trayanın hakimiyyəti dövründə Parfiya ilə mübarizə var. Kiçik Asiyanı ələ keçirmişdir, bəli. Eramızdan əvvəl 1-ci əsrin ortalarında Kiçik Asiyanı ələ keçirmişdir. Cavab olacaq Y bəndi 3 və 4. 25-ci suala baxırıq. Qavqamela döyüşündə qalib gələn dövlətin xəritə üzərində müəyyən edin. Qavqamela döyüşü eramızdan əvvəl 331-ci ildə Əhəməni və Makedoniya arasında olmuşdu və Makedoniya qalib gəlmişdi. Baxın, Makedoniya yerləşdiyi ərazini tapaq burada. 4 Misirdir, 3 Romadır, 5 Karfagendir, 2 Pireneydir, 1 Makedoniyadır. Makedoniya harada yerləşir? Yunanistanın şimalında. Düzgün cavabımız A bəndi olacaq. Hələlik bu qədər dostlar, xəritə izahları və mövzu izahları arıcı şəkildə kanala yüklənəcək. Sizdən də istədiyimiz videolarımızı bəyənib şərh yazmaq, paylaşmaq, hansı mövzuların izahlarını, hansı mövzulara aid testlər istəyirsinizsə şərh bölməsində bizə bildirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirik.